Çətinlik çəkməlisən ki, xarab olmayasan. İndi də deyirik ki, çətinlik çəkməlisən ki, içində olan xarablıqlardan təmizlənəsən. Məyər mənim içimdə xarablıqlar var? Bəli, var. Xarablıqlar var. İnsan daxilində bəzi çirkinliklər var ki, özü-özünə düzəlir. Necə ki, görsən o alaq deyirlər bəzi yerlərdə, tikan deyirlər. Tikanlı, o zərərli bitkilər görsən, öz-özünə düzəlir çıxır. Bu üstünə sən qulluq edirsən, xidmət edirsən, zəhmətlə, o öz-özünə artıq gərək onu həmişə təmizləyəsən ondan torpağı, həmişə. Öz-özünə düzəlir, çıxır ortaya. İnsan daxili də belədir. İnsan daxilində tikanlar kimi öz-özünə düzələn pisliklər var. Ona görə ən azı 3 dəfə gedirsən, o lazımsız alaqlardan ruhunu təmizləyirsən. Öz-özünə düzəlir. Onlardan biri də təkəbbürdür. Yadda saxlayın, Adəm övladının içində təkəbbür təbii düzələn bir şeydir. Özü buraxsın, heç pislik də eləməsin, sakit otursun. Heç nə eləməsən, öz-özünə təkəbbür düzəlir içində. Bax, fikir verin özünüzə, yaxşı iş görürsən, dərhal üçün mən idim, mən gəlir. Bu təbii olaraq düzəlir. Deyir ki, yaxşı iş görəndən sonra səcdə elə, namaz qıl, o yanındakı o təkəbbürü vur. Hər bir yaxşılığımızın yanında qeyri-ixtiyar olaraq mən düzəlir, mən elədim bunu, mən yaranır. Yaxşılıqları xarab edir. Nəfsin mexanizmi budur. Mütəmadi olaraq deyirsən, çətinliklərlə təkəbbür, yaxşılıqların yanında düzələn məni zərbə altında saxlayır.